Allaha ibadət insan xilqətinin hədəfidir. Bunu çox eşitmişik. Allaha ibadətin nəticəsi Allaha qürb tapmaqdır, yaxın olmaqdır, Allaha əziz olmaqdır. Yəni həmin qurban bayramı ki qeyd elədik, mübarək olsun bir daha sizlərə bu əziz bayram. Böyük fəlsəfə yatıb bu bayramda. Əsl məğzi Allaha qürb tapmaqdır, yaxın olmaqdır. Bu mənəvi aləmdə tərəqqi edib Allahın sevimli bəndələrinin cərgəsinə daxil olmaqdır. Allahın xas bəndələrindən olmaq deməkdir. Hədis-i şərifdə də var, Həzrət Əli əleyhissalam belə buyurub: Əs-salatu qurbanu kulli təqiy. Namaz hər bir təqvalı insanın Allaha qürb tapmaq vəsiləsidir. Namaz da ibadətin ən əsas əməlidir. Yəni, biri Allah bəndəsi ola, namazı olmaya, o Allah bəndəsi sayılmaz. Allahın yaratdığı bəndədir. Amma Allahın bəndəliyini ixtiyari şəkildə seçib Allaha ibadət və itaət edən bəndələrdən sayılmır. Allahın xas bəndələrindən deyil. Amma Allah yaradıb. Yaratdığına görə Allahın bəndəsidir. Allahın bu ibadətində, yəni Allaha ibadət edirik, Allaha yaxın oluruq, qürb tapırıq. Bunun səmərəsi nədir? Həyatında insan bunun səmərəsini nədə görə bilər? Müxtəlif mərhələli və təbəqəlidir. Ən yuxarı zirvəsi bunlardır. Birinci, insan o dərəcəyə gəlib çatır və nail olur ki, Allahı təmsil eləyir. Allah Teala insanı xəlifə olaraq yaradıb, öz yerində. İnsan qədər Allahın kamallarını bu aləmdə göstərə biləcək başqa bir varlıq yoxdur. Amma bir də var ki, insan elə bir zirvəyə qalxır, çox yüksək səviyyədə Allahı təmsil eləyir. Ailədə, cəmiyyətdə və mühüm işlərdə. Bu Allahı təmsil etməyin ən bariz nümunəsi Həzrəti Peyğəmbər olub. Yəni Peyğəmbərlər və Peyğəmbərlərin içində də bizim sonuncu Peyğəmbərimiz. Ona görə də Allah Teala Fəth surəsinin 10-cu ayəsində belə buyurur: İnnellezîne yubayi'ûneke innema yubayi'ûnallah. Hər kəs ki səninlə beyyət etdi, əsl həqiqətdə Allahla beyyət etmiş oldu. Yadullahi fovqa əydihim. Allahın əli sizin başınızın üstündədir. Allahın əli kimdir? Həzrət Peyğəmbər. Kimlə beyyət eləyirdilər? Həzrət Peyğəmbərlə. Həzrət Peyğəmbərin əli ilə. Bu Allahın əli sayılır. Allahın zatı deyil ha. Bəzi etiqadı nüanslar var burada. Bunları indi açıqlamıram. Peyğəmbər Allah olmur. Allah da Peyğəmbər olmur. Amma o qədər irəli gedib ki, bu mənəviyyat aləmində Allaha o qədər qürb tapıb yaxın olub ki, Allah Teala deyir ki, bu məni təmsil eləyəcək. Məni təmsil eləyən əsas çehrə budur.
və evimizdə də Allahı təmsil eləyən çehrə atadır. Cəmiyyətdə də mömin hakimdir. İnsanların arasında, bütün bəşərin içində Allahı ən əsas təmsil edən Həzrəti Peyğəmbərdir. Allahümme salli ala Muhammed və ali Muhammed. Sonra başqa səmərəsi nədir? Başqa səmərəsi biri də budur ki, İnsan Allahın iradəsinin bir parçasına dönür. Allahın iradəsinin bir parçasına dönəndə Allah Teala onu öz bu tale yüklü işləri üçün bəşərin mühüm tale yüklü işləri üçün onu bir vəsilə seçir. Onun vasitəsilə böyük işlər görür. Yəni, onun vücudunu istihdam edir. Həzrəti Musa aleyhissalam üçün, Musa Peyğəmbər üçün Allah Teala belə buyurub. وَاسْتَعْنَعْتُكَ لِنَفْسِ Mən səni özüm üçün düzəltdim. Özüm üçün yetişdirdim səni. Sən mənim iradəmi təmsil eləyəcəksən, göstərəcəksən. Sənin vasitənlə mən böyük işlər görəcəyəm. Bəşər tarixini dəyişmək üçün. Bəşərin həyatına dürüst istiqamət vermək üçün. Mən səndən istifadə eləyəcəm. Bəli, belə bir insanlar olur. Allah Teala onları götürür öz xüsusi feilləri üçün, işləri üçün, qəza və qədərdə mühüm işlər üçün onun vücudundan istifadə eləyir. Bu dünya vasitə və vəsilələr dünyasıdır. Həzrət Peyğəmbər də belə buyurub. La yecriyallahul umura illa bil əsbab. Allah Teala bütün işlərini vasitə, vəsilə və səbəblərlə yönəldir. Həyat bunun üstündə qurulub. Səbəb və nəticələr. Valideynin vücudu vasitədir, insan yaradılsın. Allah yaradıb. Amma valideyni də burada istihdam eləyib. Atanı, ananı götürüb onların vücudunun üstündə bir insan yaradır. Və burada da valideynə böyük bir haqq verir. İndi ayədə var, oxuyacağım. Səmərəsinin biri də budur ki, Allah Teala öz qəza və qədərində o insanın vücudundan xüsusi istifadə edir. Yeri var ki, Kərbəlanı yad eləyək. Kərbala hadisəsi belə bir hadisələrdəndir ki, Allah Teala İmam Hüseyin əleyhissalamın o ibtila ilə, o imtihanla, o böyük müsibətlə vücudunu istifadə etdi, böyük bir tarixi nailiyyət üçün. Bu insanlar buna da razı olmalıdır. Allah Teala əgər məni istifadə edəcəksə, Allaha itaat harda məna tapır? Allah Teala əgər istifadə edəcəksə, mənim vücudumdan böyük işlər üçün mən ona tam təsliməm. Biz o qədər eləyə bilmərik. Biz bunu bacarmarıq. Kim bacarar, Allah Teala'ya onlar vəfalıdır. Bizim də öz imtahan dairəmiz var. O qədər gərək imtahan, nə qədər ki imtahan olunduq, o qədər gərək vəfalı olaq. Ənfal surəsinin 17-ci ayəsində bu mövzu barəsində Allah Teala belə buyurur. Fələm təqtuluhum vəlakinnəllaha qətələhum. Cihadda siz ki vuruşdunuz Bədir müharibəsində, siz yox, Allah onları qətl etdi. Nəyə görə? Çünki Allah Teala sizdən istifadə edirdi ki, dinini yaysın. Sonra nə buyurur? Həzrəti Peyğəmbər üçün buyurur. Bədir müharibəsində Həzrəti Peyğəmbər Həzrəti Əli əleyhissalama deyir ki, bir ovuc qum ver mənə. Daş qum ver. Həzrəti Əli əleyhissalam verir Həzrəti Peyğəmbər. Həzrəti Peyğəmbər yayır, atır havaya
o düşmən qoşununda olanların gözünə o qumlar girir, özlərini itirirlər. Bu onların mənəvi tənəzzülünə səbəb olur. Qorxu girir canlarına. Bu hadisə üçün də Allah Teala belə buyurur, həmin o cümlə ardıca. Və ma rəməytə iz rəməytə və lakinnəllahə rəma. O qumu ki sən attın, atan sən deyildin. Ona atan Allah idi. Yəni sən, Peyğəmbər, Allahın iradəsinin elə mühüm bir parçasısan ki, sənin bu feilin, bu əməlin, bu işin Allahın etdiyi işdir. Və Allah Teala sənin vasitənlə böyük qələbələr nəsib eləyəcək möminlərə, müsəlmanlara. Və Hz. Peyğəmbərin mübarək vücudunun vasitəsilə bu günləri insanların qəlbi nur tapır, həyat tapır. Hələ də davam eləyir. Və bu getdikcə bu nur biraz da çox parıldayır və hərarəti biraz da çox yayılır. İnsanlar, daha çox insanlar dirildir. Və hələ davam eləyəcək, qiyamətdə də davam eləyəcək. Allah Teala bu şəxsiyyətin, vücudunun vasitəsilə da nələr etməyəcək. Və burada biraz da irəli geçsək, Allah Teala buyurur ki, ehsan edin. Yaxşı işlər edən insanlar olun. Yəni Allah Teala bu Allaha qürb olub yaxın olmağın səmərəsindən birini də bunu sayır ki, insan hər kəsə yaxşılıq edən bir varlığı və vücuda dönür. Və əhsinu, yaxşılıq edin, Allah Teala əmr eləyir. Və əhsinu, innallaha yuhibbul muhsinin. Bilin ki, Allah Teala yaxşılıq edənləri, mühsinləri sevir. İnnallaha ya'muru bil adli vel ihsan. Allah Teala ədalətə və yaxşılıq etməyə əmr edir. Belə yüngül təklif eləmir. İrşad babından deyil ki, bəlkə yaxşılıq eləyəsiniz, yaxşılıq eləsiniz sizə yaxşıdır, xeyirlidir. Xeyr, Allah Teala əmr eləyir. Gedin, yaxşılıq eləyin. Hər bir mühsin, yaxşılıq edən insan mənim əlimin vəsiləsidir. Mən onun vasitəsilə bəndələrimə bir xeyir çatdıracağam. Və Allaha yaxın olmağın səmərələrindən biri də budur. Və əhsinu, innallaha yuhibbul muhsinin. Nisa surəsinin 36-cı ayəsində Allah Teala 10 bənd açıqlayır ki, kimlərə yaxşılıq etməlisiniz. Birinci bundan başlayır. Vəbudullah, Allaha ibadət edin. Allaha ibadət etmək hədəfdir. Yaradılışın hədəfidir. Bu ibadətlə Allaha yaxın olur insan. Və la tuşriku bihi şey'a. Allaha şərik və ortaq qərar verməyin. Başqasını Allah bilməyin. Allah təkdir, tayı bərabəri yoxdur, əvəzsizdir, hər nədə. Başqası Allah ola bilməz ki. Və bəzi insanlar ki, kamallar zirvəsinə qalxıblar və onlar məth olunur möminlər tərəfindən, bu onları Allahlaşdırmaq demək deyil. Əgər bu kamillik zirvələrinə çatan insanlar digər insanlarla Allahın arasında vəsilə də qərar verilsə, bu onları Allahlaşdırmaq demək deyil. Bəzi nadanlar və cahillər ya da qərəzli insanlar ki, bu kamil insanların tərifini qəbul edə bilmirlər, dözə bilmirlər bu təriflərə, gəlirlər möminləri böhtanlayırlar, ləkələyirlər. Deyirlər, siz ki, bunları bu qədər tərifləyirsiniz, hələ biz onları az tərifləyirik. Biz onları tərifləyə bilmirik. O tərifi ki, eşidirlər, dözə bilmirlər.
Deyirlər, siz Allaha şərik qoşdunuz bunları. Xeyr, əzizim. Biz o qədər cahil deyilik. Fərqindəyik. Allahı da ayıra bilirik və bu kamil bəndələri də ayıra bilirik. Bunlar kimdir? Allah kimdir? Vəsilə də, vəsilə qərar veriləni Allaha şərik qoşmaq demək deyil. Nəysə, bu babda çox danışmıram. Mətləbdən uzaqlaşmayaq, amma Allah Teala ayədə buyurur: "Və'budullah və la tuşriku bihi şey'a və bil valideyni ihsana." Allaha ibadət edin, Allaha şərik qoşmayın, sonra valideynlərinizə, ata-ananıza ihsan edin. Yaxşılıq edin. Birinci kimlə başladı? İhsanı, yaxşılıq etmək tələbini valideynlərdən. 4, Quran-ı Kərimdə 4 yerdə Allah Teala valideynin haqqını tohiddən sonra qərar verib. Allaha ibadət edin, valideynlərinizə yaxşılıq edin. 4 yerdə. Tohiddən sonra valideyn gəlib. Və bil valideyni ihsana, birinci valideynlər. İkinci və bizil qurba, bacı, qardaş, əmi, dayı, bibi, xala, yaxın qohumlara ihsan edin, yaxşılıq edin. Göstəriş verir də Allah Teala, göstərir və xırdalayır da, yaxşılığı kimi etməlisiniz. Elə bir ayə deyib ki, 10 bənd vurğulayıb, demək olar ki, hamısını qeyd eləyib, heç kəsi unutmayıb Allah Teala. Bütün cəmiyyət burada qeyd olunub. Vəl yətama, yetimlərə yaxşılıq edin, əl tutun. Sizin yanınızda, Həzrət Əli Aleyhisselam buyurur, sizin yanınızda ac qalmasınlar. Özlərini kimsəsiz, atılmış hiss etməsinlər, hiss etdirməyin. Yetim uşaq həmişə nədir? Kədərdədir, qəlbi sınmışdır. Onun könlünü oxşamaq lazımdır. Onun təkliyini hiss etdirmək lazım deyil ona. Bunun pis aqibəti də gələcəkdə olur. Çünki belə insanlar adətən sonra qisas alma mövqeyində dururlar. Əgər yetimin məhəbbəti lazımı qədər təmin olunmasa, bəzi yetimlər sonra həyatdan qisas alır. Əvəz çıxmaya çalışır. Hər halda yetimlər də nəzərdə tutulub. Vəl məsakin, miskinlər, fəqirlər, yoxsullar, bunlara ihsan edin. Hər bir bəndi ki, biri-birinin ardıca deyilib, neçənci o deyilib, bunun da öz hikməti var. Valideyn, qohumlar, yetimlər, nəyə görə yetimləri axırıncı demədi? Üçüncü, yetimlər, fəqirlər. Birinci qohumlardır, sonra fəqirlərdir. Bəzi insanlar sual verir, fəqirə birinci əl tutum yoxsa yaxın qohumlarıma? Allah Teala göstəriş verir ki, birinci qohumlardır. Qohum əqraba əgər imkanlı oldu, yəni biri-birinə kömək elədi, imkanlı oldu, sonra fəqirlərə də rahat kömək edə biləcəklər. Bir-birinə dayaq olurlar da həyatda, təkan olurlar bir-birinə, yaxşı yaşasınlar, imkanlı olsunlar, ayaq üstə qala bilsinlər. Beləliklə, bu həyatın nizamı da gözəl şəkildə qurulur. Amma indiki zamanədə bunların hamısını pozublar, dağıdıblar. İslam marifinə baxın, İslam həyat tərzinə baxın, amma indiki o böyük quruluşların insanlar üçün həyat yolu ki tərsim elbili ona baxın. Nə qədər zərər və ziyan eləyib bu bəşər. Və biz bunları yaşamışıq. Az da olsa keçmişdə bunlar var idi. Ağsaqqallar, ağbirsəklər, bu belə idilər. Onların qəlbi nurani idi, diri idi. Həyat ötürürdülər. İndi bu insanların varlığı çatışmır deyə çoxu narahatdır. Görə bilmirlər. O diri insanı görə bilmirlər. Baxırlar, görürlər ki, hamısı da yalancı, başda oturanlar, siyasətçilər, dünyanı idarə edənlər. Ona görə ümidsizliyə qapılıblar. Bunlar xaosdur bu günlər, bu zamanədə, cəmiyyətdə. Vəl cari zil qurba,
yaxın qonşulara ehsan edin. Və caril cunub, uzaq qonşulara. Uzaq, yaxın qonşular qapı qonşularıdır. Həm sayə deyirlər, yəni kölgələri bir olanlar. Bir-birinə o qədər yaxındılar ki, o qabaq daha çox idi. Qonşular bir-birinin üzünə qapı bağlamazdılar. Qapılar açıq idi. Rahat gəlib girər də bir-birinin evinə. O qədər inam, sədaqət var idi ki, bilirdi bu mənə pislik eləməz. Əksinə, süfrələri bir idi. Soyuducularına o qədər məsələn yaxın idilər, ərk eləyirdilər, qonşu qonşunun soyuducusuna gedib qapını açıb girir, istədiyini götürürdü. Və bu cür həyat xoşa gələn həyatdır. İnsanlar arasında məhəbbət olsun, səmimiyyət olsun, xoş duyğular olsun, nəinki yad olsunlar, bir-birinə ehtiyat eləsinlər, gələcəyində aləmi qarışdıracaq, pislik eləyəcək, sözbazlıq eləyəcək. Uzaq qonşular, o qabaq eşidərdik də məhəllə cəmaatı. Bizdə Lənkəranda var idi, məhəllə. Bu uzaq qonşular da o məhəllənin künc-bucağında olanlar, ən uzaq görürsən ki, bizdən uzaq yaşayanlar. Amma məhəllə cəmaatı idi. O qədər bir-birlərinə hörmət var idi ki, insanlar məhəllə cəmaatının belə heysiyyətini qoruyurdu, qeyrətini çəkirdi. Və sahibi bil-cəmb, yol yoldaşı, dost, rəfiq və yaxud da biri ilə yol getdin. Məsələn, avtobusda yanaşı oturdunuz, samolyotda yanaşı oturdunuz, qatarda yanaşı oturdunuz. Dost oldunuz, haqq gəlir insanın, bir-birinin boynuna haqq gəlir. Səmimi olmaq, soruşmaq, həmsüfrə olmaq, bu sifariş olunur. Ehsan elə. Yol yoldaşı və ehsan elə. Dostu var, rəfiqi var. Dostlar dostları axtarmalıdır, soruşmalıdır. Ehtiyacı nədir, ödəməlidir. Çalışmalıdır ki, dostunun əvvəla dar gün olmasın, amma çətin günündə dosta əl tutsun. Nəinki indiki dostlar kimi bizlərdən uzaq. Özünü dost kimi qələmə verir, amma bacardığı qədər onu aldadır. Onun malına, mülkünə sahib durmaq istəyir. Və ibn-i səbil, yolda qalan insanlar. Görürsən, bir insandır, yolda zərər və ziyanı uğradı. İmkanı əldən getdi. Belə insana əgər rast gəldi, ehsan eləmək lazımdır, yaxşılıq eləmək lazımdır. Və ma mələkət əymanukum və əlinizin altında olan xidmətçilərə ehsan edin. Bütün təbəqələr demək olar ki, deyildi, cəmiyyətin bütün o təmsil olunan insanlarını Allah Teala açıqladı və deyir ki, ehsan əhli olun. Və bu da Allahın ibadətinin və Allaha yaxın olmağın səmərəsidir. Allah Teala insanı bu cür görmək istəyir, Allah Teala bizi bu cür insanlardan qərar versin inşallah.